Biz azad olduğumuzu düşünürük. İstədiyimiz kofeni içirik, istədiyimiz videoya baxırıq, istədiyimiz rəngdə köynək geyinirik. Amma azadlıq həqiqətən nədir? Seçim etmək imkanı, yoxsa seçimlərin sənə diktə olunmadığı bir boşluq? Səs vermək azadlıqdırmı? 4-5 ildən bir bültənə işarə qoyuruq və taleyi dəyişdirdiyinə inanırıq. Amma o bülteni doldurarkən ağlındakı fikirlər sənindir, yoxsa alqoritmlərin sənə pıçıldadığı doğrular? Əgər məlumatın manipulyasiya olunursa, seçimin nə qədər azaddır? Demokratiya bizə səs vermək hüququ verdi, amma o səsin iqtisadi qarşılığını verməyi unutdu. Borclu insan azad ola bilərmi? Səhər istəmədiyin bir işə gedirsənsə, çünki ayın sonunda banka borcun var, deməli sən azad deyilsən. Sən sadəcə icarəyə verilmiş bir zamansan. İpoteka, kredit kartları, taksitlər, bunlar müasir dövrün qandallarıdır. Köhnə köləlikdə zəncirlər biləklərdə idi. İndi isə bank tətbiqlərinin bildirişlərində. Burada bir paradoks var. İqtisadi asılılıq olan yerdə siyasi azadlıq çox vaxt sadəcə bəzəkdir. Axşam nə yeyəcəyini düşünən bir insanın dünyanın hara getdiyini düşünməyə nə vaxtı, nə də enerjisi qalır. Sistem bizə azadsınız deyir. Amma hər addımımız borc, vergi, ehtiyaclarla çərçivəyə salınır. Azadlıq artıq hüquq yox, baha başa gələn bir lüksə çevrilir. Bəlkə də azadlıq heç nəyə sahib olmamaq deyil. Əsl azadlıq heç nəyin sənə sahib olmasına icazə verməməkdir.